Salam, hörmətli müəllimlərin işə qəbulu üzrə müsabiqəyə hazırlaşan namizədlər. Test imtahanı mərhələsində bildiyiniz kimi maksimum 100 baldır. İxtisas üzrə 40 sual var, hər biri 2 balla dəyərləndirilir. Tədris metodikası və təlim strategiyaları üzrə 20 sual var, hər biri 1 balla qiymətləndirilir. İmtahan müddəti 150 dəqiqədir. İxtisas üzrə bir səhv cavablandırılmış sual -0,5 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək. Tədris metodikası üzrə bir səhv cavablandırılmış sual isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək. Test imtahanında ümumi təhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.